Baxın, belə bir situasiyalar olur da. Mən gedirəm baxıram, məsəl üçün də indi dostlar da deyir ki, mən 100 kvadrat mənzil almışam. Gedirəm baxıram, bunun 100 kvadratı heç mənim, məsəl üçün mən də köhnə tikilidə yaşayıram. Yəni bu heç ona yaxın gəlmir, yəni bizim kvadraturaya yaxın gəlmir də. Bu nədir də? Yəni burada aldadırlar kimisə, yoxsa nəsə başqa məsələlər var? Aldadırlar. Bu necə baş verir? Mən sizə Necə? deyim. Çünki Kupçanın özündə, yəni hansı ki yaşayış üçün nəzərdə tutulmuş, yaşadığımız ərazi üçün nəzərdə tutulmuş sənəddir. O sənəddə qeyd olunmalıdır, tutaq ki, yaşayış ərazisi hal-hazırda biz nə qədər ərazidən istifadə ediriksə, ya o göstərilməlidir. Bir də var, divarlar, şaxtalar, eyvanlar daxil olunduğu üçün hal-hazırdakı vəziyyətdə, ya bu birbaşa, yəni belə deyək də, insanların cibinə girməkdir. Çünki faktiki yaşayış ərazisi istifadə olunan zona ilə Kupça verilmir. Bura daxil olunur divarlar, bura daxil olur şaxtalar, bura daxil eləyirlər eyvanları, ona görə əvvəlin kvadraturası ilə, əvvəlin köhnə binaların kvadraturası ilə, yəni istifadə olunan ərazisi ilə indiki üst-üstə düşmür. Səbəb əslində budur. Bir dostumuz var, onlarda bax o 150 kvadrat götürmüşdü. Mən artıq baxdım ki, hə, okey, 150 kvadratda nəsə eləmək olar. Orada bir indi yaxşı bir memar dizayner olsa, orada nəsə bir şey düzəldə bilər orada. Amma faktiki olaraq yəni qiymətlər yəni kifayət qədər çoxdur. Yəni hər adam da özünə o böyük kvadratura ala bilmir və faktiki olaraq orada bilirsiniz necədir? Həm də çox itki olur. İtkidən də əlavə otaqlar belə uzunsov nəsə bir şeyə oxşuyur. Belə çox rahat deyil də, belə deyim də, yəni qısaca desək. Birinci funksionallıq nəzərə alınmalıdır. Yəni sən orada necə yaşayacaqsan? Sən orada necə hərəkət eləyəcəksən? Ya bu nəzərə alınmalıdır. Lazım olmayan adamlara və ya qeyri-professionallara bölgü veriləndə elə bilin ki, siz pulunuzu atırsınız zibilliyə. Niyə? Çünki siz onun hər kvadraturasına görə məbləğ ödəmisiniz. Və o məbləğin qarşılığında siz orada bir funksionallıq almalısınız. Ala bilmədiyiniz tədbirdə siz orada yaşamağınız get-gedə çətinləşir. Əslində izah eləmək olmur ki, niyə çətinləşir? Onun tutaq ki, baxır görüntüsünü bir açıq rənglərdən və ya tünd rənglərdən istifadə etdilər, ortalığa bir şey çıxarıldı. Amma oranın istifadəsi, yararlılığı var da, funksionallıq deyilir ona. O zəif olanda bir müddətdən sonra o ev sizin üçün belə deyək də, özünüzdən asılı olmadan orada qalmaq istəmirsiniz.